Salam müəllimlər, mən Aysun Abdullazadə. Bugün kurikulumdan MİQ sertifikasiya hazırlaşan müəllimlər üçün ilk mövzumuzun izahı olacaq. İlk mövzumuzda təhsil proqramı haqqında ümumi məlumatlar qeydə alınıb və bir də fən kurikulumuna aid terminlərin təsviri. Hər ikisi Time kitabına əsasən yeniliklərlə hazırlanmışdır. İndi isə baxaq izahımıza. Deməli, təhsil proqramını nəzər yetirək. Dəqiqə. Təhsil proqramı nədir? Təhsil proqramı təhsilin məzmunu, təhsilin təşkili və qiymətləndirməsi ilə bağlı bütün məsələləri öz əksində əks etdirən konseptual bir sənəddir. Bəs yaxşı deyirik məzmun, təşkil, qiymətləndirmə. Biz bundan nə başa düşə bilərik? Məzmun nədir? Yəni uşaq nə öyrənəcək? Müəllim uşağa nə öyrədəcək? Və yaxud təşkil, təlim-tədris prosesi necə qurulacaq? Yəni burada hansı iş usul iş formalarından istifadə olunacaq? Qiymətləndirmə isə təbii ki, nailiyyətlərin qiymətləndirilməsini necə təşkil edəcəyimizdir. Və təhsil ölkənin davamlı inkişafı, iqtisadi artımını təmin edən əsas faktorlardan biri hesab olunur. Təhsil proqramına yeni yanaşma yüksək keyfiyyətli təhsil nəticələrinə çatmaq üçün keçirilən islahatların mərkəzində dayanmış olur. Və bugünkü dövrümüzdə dünyada ölkələrin qarşısına duran əsas məsələlərdən biri nədir? Qlobal dəyişikliklər fonunda təhsil proqramında lazımi dəyişikliklərin edilməsidir. Və bu dəyişikliklərin edilməsində də bəzi suallar vardır ki, ona cavab axtarılıbdır. Məsələn, hansı bilik, bacarıq, dəyər səriştə kurikulumda öz əksini tapmalıdır? Bu bilik, bacarıq, dəyər, kompetensiyalar gənclərdə lazımi həyati bacarıqları formalaşdıracaqmı? Şagirdlər üçün öyrənmə prosesini necə maraqlı və uyğun edə bilərik və qiymətləndirməni daha məhsuldar və necə effektiv etmək olar? Bəs yaxşı, kurikulumun keyfiyyət meyarları hansılardır? Kurikulumun aktuallığı, praktik olması, effektiv olması və davamlılığı. Və biz kurikulumu uğurlu etmək istəyiriksə, əsasən şagirdlərin öyrənmə keyfiyyətini, şagirdlərin nə öyrəndiyini, nə dərəcədə öyrəndiyini, uşaqlarda sosial, şəxsi, idraki, psixoloji, emosional inkişafı istifadə edə bilmələrini ön planda tutmalıyıq. Və UNESCO-nun keyfiyyətli kurikulum üçün meyarları vardır. Kurikulumda aydın məqsədlər olmalıdır. Kurikulum bugünün tələblərinə cavab verməlidir. Kurikulum şagirdlərin bugünkü, gələcək həyatları, təcrübələri, arzu istəklərinə uyğun olmalıdır. Kurikulumun yaşadıqları ölkənin tarixini, mədəniyyətini nəzərə almaqla sosial-iqtisadi baxımından şagirdlər üçün firavan gələcək qura bilmə məqsədinin olmasıdır. Kurikulum ədalətli, inklüziv olmalıdır, şagird yönümlü olmalıdır, açıq çevik olmalıdır və ardıcıl əlaqəli olmalıdır. Və hər bir müəllim tədris etdiyi fənnin kurikulumu, fən proqramı, məqsəd, vəzifə, tələblər, məzmun, ümumi təlim nəticələri, məzmun standartı, strategiya, inteqrasiya, qiymətləndirmə haqqında məlumatlı olmalı və fəaliyyətində də tətbiq etməyi bacarmalıdır. Bu oldu təhsil proqramımız. İndi baxaq fən proqramına, fən kurikulumuna daha doğrusu. İlk öncə bilməliyik ki, ümumi təlim nəticəsi deyiləndə nə başa düşülür? Mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyən edilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Və ümumi təlim nəticələri həm ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində, həm də fən kurikulumunda öz əksini tapır. Ümumi təlim nəticələri şagirdlərin əldə edəcəyi bilik, bacarıqları əvvəlcədən müəyyən etmiş olur. Hər bir təhsil səviyyəsinin sonu üçün təlim nəticələri və fənn üzrə təhsil səviyyələri üzrə təlim nəticələrini müəyyən etmiş olur. Məsələn, baxaq ibtidai təhsilə. Məsələn, birinci nədir? Müvafiq qaydalar əsasında oxuyur, nitq etiketlərinə, dil qaydalarına əməl edir, oxuduqlarına, dinlədiklərinə münasibət bildirir, kiçik həcmli sadə mətnlər qurur, fikirlərini şifahi yazılı ifadə edir. Ümumi orta təhsildə
Mətnin üslubuna uyğun oxu texnikasını tətbiq edir, nitqində dil qaydalarına əməl edir, oxuduqları dinlədiklərinə münasibətini əsaslandırır, müxtəlif tipdə və formada mətnlər qurur, yaradıcı yazılar yazır, əməli yazı nümunəsi hazırlayır. Tam orta təhsilə baxaq. Nitqində ədəbi dil normalarına riayət edir, oxuduğu və dinlədiyi mətnləri ideya və üslub baxımından təhlil edir, verilmiş mətnləri dil və üslub cəhətdən təkmilləşdirir, əməli yazı nümunələri üzrə praktiki bacarığı yiyələndiyini nümayiş etdirir. Bəs məzmun xətti nədir? Məzmun xətti ana xəttir, dəyişmir, leitmotivdir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqları əvvəlcədən müəyyən edir və birinci rəqəmlə ifadə olunur. Sonra gəlir alt standart. Gördüyünüz kimi artıq əsas standart verilmir. Alt standart nədir? Alt standart şagirdin bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bu həm də məzmun standartının tərifi idi, artıq alt standartın tərifidir. Alt standart sinif və fənlər üzrə summativ qiymətləndirilmənin aparılmasını tələb edir və müəllim sinif, fənn üçün summativ qiymətləndirmə sualları, tapşırıqları hazırlayarkən əsas diqqət etməli olduğu məqam alt standartında tələb olunan bilik bacarıqları reallaşdıra bilməsidir. Və təkmilləşdirilmiş kurikulumlarda alt standartların çoxu gündəlik təlim nəticələri səviyyəsində artıq verilir. Və bu da artıq müəllimin işini daha da sadələşdirir. Çünki alt standartdan artıq təlim nəticəsi çıxarmağa ehtiyac yoxdur. Artıq müəllim təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı apara bilir, öyrənmə fəaliyyətini müəyyənləşdirməklə dərsini qurmuş olur. Bu qədər əziz müəllimlər, gördüyünüz kimi ilk dərs çox sadədir. Mən kitabda olan yeniliklərlə hazırlamışam ki, artıq kitabı olmayanlar, izaha baxmaq istəyənlər daha rahat oxuya bilər. Bu izahın PDF və izah forması qrupunuza göndəriləcək. Bazar günü 18:00-da bu dərsə aid sınaq işlədiləcək. Hər birinizə uğurlar.